Hər bir ata-ananın qarşısında dayanan bir nömrəli vəzifə uşağın düzgün tərbiyələndirilməsidir. Uşaqların hələ balaca olanda yaxşı yatmaması, yeməklə bağlı şıltaqlıqları, inadkarlıqları və tənbəllikləri, bəzən ağlağan olmaları, internetdən asılılıqları, evdə bacı-qardaşları ilə dalaşması və belə problemləri bütün valideynlər yaşayırlar. Bəzi valideynlər bu çətinliklər qarşısında aciz qalırlar və uşaqları ilə münasibətləri korlayırlar. Əslində isə uşağın hərəkətlərinin arxasındakı o məqsədi başa düşsək, problemin həllini də başa düşə bilərik. Uşaq nəyi, niyə edir? Kitabının müəllifi doktor Adəm Günəş valideynlərin təlim-tərbiyə prosesində hər gün rastlaşdığı bu çətinliklərin mahiyyətini, onları doğuran səbəbləri və bu vəziyyətdən xilas olmaq üçün üsulları kitabda anlaşılır şəkildə və konkret nümunələr əsasında təsvir edib. Əziz tamaşaçılar, xüsusən də valideyn və pedaqoq olan izləyicilərimiz hər uşağın və valideynin rastlaşdığı məsələlərlə bağlı qısa və uğurlu həll yolu axtarırsınızsa, uşaq nəyi, niyə edir? Kitabı məhz sizin üçündür. Bugünlük bu qədər. Sağlıqla qalın, kitabla qalın.